12 addım reabilitasiya mərkəzindən hamını salamlayıram və bir dənə mövzudan həm təcrübəni, həm də bir dənə mövzuya toxunmaq istəyirəm ki, bəzi valideynlər özləri də bilmədən övladlarını çox böyük bir risk altına atırlar. Bu da necə baş verir? Yəni, övlad gəlib evlərinə, atasına, anasına deyir ki, bəs ay ana, ay ata, mənə bəs pul ver, gedim özümə metadon alım, çıxım vəziyyətdən və evdən çölə çıxmayım. Təbii ki, valideynlər də bunu kömək eləmək məqsədi ilə özləri də bilmədən pulları verirlər. O tərəfini fikirləşmirlər ki, övladları gedib o bariqanın qapısının ağzında tutulub həbsxanaya da düşə bilər. Və yaxud o metadon aldığı pula gedib mal alıb, malı vurub, peridoz geyib, dünyasını dəyişə də bilər. Və bu cür hallarla əgər rastlaşsaz, bizlərə, mütəxəssislərə müraciət edin ki, biz sizlərə kömək olaq. Sağ olun.